Ya Allah'ın adı. Can, Asim kişinin oğlu. Can, Adem bala. Ay qadan olaram. Xoş gəlibsən, nətərsən, yaxşısan? Bu gün bizim qonağımız var. Salam müəllim, nətərsiniz? Torpağa sana ömrü versin, bizim rəhmətli Turalın. Mən dost demirəm, qardaşım. Qardaşımızdır. Sən xoş gəlibsən. Sağ ol müəllim. Həmişə sən gələsən. Sağ ol, sağ ol. İndi baxaq görək Adəm bala nə verəcəkdir. Ya Allah'ın adı. Bu iki dərs bugünkü ev tapşırığıdır. Bu həmişə evdə hazırlanıb gəlir. Amma bura Elibala məktəbi olduğu üçün gör, nə xoşuma ki, yəni bu tələbələrə mən sənət yolunda bir cızıq çəkmişəm. Allah canınızı sağ olsun. Sağ ol qadanam. Özümə məxsus. Yəni Allah bütün nare parçalarının hamısının canına sağlıq versin. Amin. Hərənin özünün öz gözəl yolu var. Biz də özümüzə öz yolumuzu seçmişik. Düzdür. Yəni biz heç kimi, yəni nəyə görə yamsılamalıyım? Allah Taala axıl verib, şuur verib, əl verib. Buyur, özünə təmiz yol seç də. Ya Allah'ın adı, söz səndə. Ay can. Bir tane kovala görün. Söz səndə, 15 yaşında beləsini görürsən. Xeyr müəllim, belə tələbə mümkünatı yoxdur. Halal olsun, gəsən bir maç yerinə. Var ol. Yəni gördüyüm Elibala məktəbindədir. Halaldır. Qadan alaram, xoş gəldin. Öpürəm səni. Adəm bələ, çox sağ ol. Allah səni var eləsin. Ay maşallah, ay maşallah. Sənin sənət yolun işıqlı, nurlu, urzulu, bərəkətli olsun. Xatasız, balasız, mərdimazardan, namərddən uzaq ol. Budur, var Elibala məktəbi Gəncə. Buradan Allah verdi qardaşım salamlayıram bizim gözəl Aksapada. Deyir, Elləniz mənim görsənən dağa nə bələdçi. Rəhmətli Turalın ən yaxın dostuydu, ən yaxın qardaşıydı Allah verdi. Elləniz müəllimi yaşayış yeri Gəncə şəhəri, iş yerimizdə Əmiyotçular Mədəniyyət Sarayının qapısı xalqımın balalarının üzünə açıqdır. Biz hazırıq qəbul eləyək, keç ora. Nəyi biliriksə də tələbələrlə paylaşaq. Ya Allah'ın adı. Qoş şapalaq başlar. Ay!